Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Biz davam edirik yenilənmiş Kodera abituriyentlər üçün olan test vəsaiti ilə. Burada 2.3 bir say sistemindən digərinə keçib test bölmənin testlərinin izahı ilə. Deməli, testlərimiz bircə saniyə. Birinci testimizdir ki, onluq say sistemi ilə bircə saniyə qələmi götürək. İfadə edin. Biz bunu nə etməliyik? Təbii ki, açıq yazılış qaydasına ifadə eləməliyik. 0, 1, 2, bircə saniyə. Tam uzaqlaşdı, onu göstərəm. 0 nömrələmə aparırıq. 1, 2, 3, 4. Deməli, alınır 16, sıfıra vurmaları üstünə xətt çəkirik. Üstə 4, üstə 2. 22. Doğru variantımız olur 22. O da C variantı onluqda. Burada deyir ikilik say sistemində verilib, onluq say sistemində ifadə. Yenə nömrəliyik 0, 1, 2, 3, 4, 5. Bu zaman olur 32. Üstə gəl, sıfıra vurmaları yeni yazmırıq. 32, üstə gəl 8, üstə 4, üstə 4. Elə sıfırları yazmırıq, yəni də bərabərdir. 40, 44, bu da doğru variant. 2 də olmuş olacaq B variantı. 22 onluq ədədin ikilik say sisteminə keçin. Biz demişdik, ikiliyə keçəndə bölmə qaydasından istifadə edirik. 22, 0, 11-i 2-yə böləndə 5, 10, 5-i 2-yə böləndə 2, 4, 1, 2-yi də 2-yə böləndə bir dəfə 0. Sonuncu qismətdə əks istiqamətdə yazanda olacaq 1, 0, 1, 1, 0, ikilikdə. O doğru variantımız olmuş olacaq C variantı. 3'te də doğru cevabımız C. C variantı. Onluq say sistemində verilmiş 24 ədədin ikilik say sistemində ifadə edin. Yenə də 24'ü 2'yə böləcəyik, 12, 0, 13'ü 2'yə böləcəyik, 6, 0, 6'ı 2'yə böləcəyik, 3, yəni çıxanda 0, 2'yə böləcəyik, bir dəfə 2, və sonuncu qismətdən istiqamətdə yazanda olacaq 1, 1, 0, 0, 0, 1, 1, 0, 0, 0, burada D variantı doğru variant olmuş olacaq 4'də. Beşinci sual nümunəmiz imtahan düşməyib burada. Biraz ekranı çəkək yuxarıya doğru. Beşinci test nümunəmizdə görək nə deyir? Bir onluq say sistemində hər hansı onluq say sistemindən hər hansı x say sisteminə keçmək üçün, məsələn, x2-li, x8-li, x16-lığa keçmək üçün qayda istəyir bizdən. Burada da bilirik ki, verilmiş ədədi x-a bölmək, yəni keçəcəyimiz say sisteminə bölmək, alınan qalıqları axırdan əvvələ doğru düzmək. Doğru cavabımız 5-də olacaq nə? A variantı. 5-də qeyd edirik A variantı. Ekranını da çəkirik aşağıya. 6-cı test nümunəmizlə davam edirik. Biraz çəkə çəkək. 6-cı test nümunəmizdə nədir? Bir ikilik say sistemində verilmiş bu ədədi. Bizdə saniyə görə ekranı biraz böyüdə bilirik. Bu görmək olmur. Ekranı biraz böyüdəndə. Belə. Şimdi belə qalsın. 16'lıq say sisteminə keçmək üçün bizim bir qaydamız var idi ki, ikilikdə verilmiş ədədi 16'lıq say sisteminə keçmək üçün biz o rəqəmi 4-4 ayırmalıydıq. Qələmimizi tapsam. Saniyə qələm vardı, hərəkət edir. Burada. 4-4 ayırıram. Ekranda ola bilər, mən səhv ayırsam üzrlü sayın. 2, 4. 2, 4. 7, 4. Sonra isə burada tətbiq elədiyimiz qayda nə idi? 8, 4, 2, 1 qaydası. 8, 4, 2, 1 hamısını alır. Deməli F. Buradan qeyd edirəm. 0, 0, 1. Bir dənə 1'i alır. 1. Yenə də hamısını alır. F. Yenə 1. Doğru cavabımız olur altda D variantı. 7-ci sual nümunəmiz verilmişdir. 8-ci say sistemində ifadə edin. Hamısı 1 olduğuna görə yaxşı olar ki, bunları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə 1'dir. 12 3 yerə böləndə olacaq 4. Deməli 4 dənə 1, 1, 1, 1 də bilirik ki, 4, 2, 1 qaydası ilə nədir? 7'dir. O da doğru cavab olacaq. Y variantı olmuş olacaq. 8-ci sual nümunəmiz 8'li say sistemində verilmiş
Bir ədədini ikili say sistemində ifadə edin. 1, 1, 8-likdə. Biz demişdik, 8-likdə hər bir simvol, bir dənə simvol 3 bit yer tutur. Mən 1-i 4, 2, 1 ilə yazsam 0, 0, 1, 0, 0, 1. Öndəki sıfırın bir önəmi yoxdur. 1001 C variantı olmuş olar. Yəni 1, 0, 0, 1. 9-cu sual nümunəmiz ikili say sistemində ifadə edin. 9. Deməli nədir? 2, 7, 7, 8-likdə. 2 olacaq 0, 1, 0, 7 olacaq 1, 1, 1, 7 olacaq 1, 1, 1. Öndəki sıfırın önəmi yoxdur, amma burada yenə də ola bilər. Yəni sıfırlar var. Ona görə də burada hələ ən doğru var. Bu C olacaq hələ. Bu C, C deyirəm, B variantı. Sonu axırı 1, 1 olan elə budur. 9-da da doğru variantımız olacaq. 9-da B variantı. 10-cu sualda 3. Ona baxaq. 3A F 16-lıq say sistemindən deyir ki, ikili say sisteminə keçin. Biz bilirik 16-lıqda hər bir simvol 4 bit yer tutur. 16-lıqda da 8, 4, 2, 1 qaydasına hər bir simvolu tək-tək ikiliyə gətiririk. 3 üçün olacaq 0, 0, 1, 1. A üçün olacaq 1, 0, 1, 0. F də nədir? 4 dənə 1-dir. Deməli, axırında 4 dənə 1, 10, 10, 10, 10, amma belə 10, 10, elə deyilsə A variantı olmuş olacaq. Elə A'dır. Axırı bu 10, 10. A variantı. Çünki əvvəlində bu deyil, bu deyil. Əvvəlində 3 sıfırdır, bu da deyil, bu da deyil. Buradan da bilmək olar. Sadə nümunələrdir hələ ki. 11-ci test nümunəsinə davam edək. Bu bölməmizdə biraz testlər çoxdur. Ona görə biraz həm sürətli izahlar edək, həm də vaxt, video çox da vaxt tutmasın, yer tutmasın bir sözlə. 8-lik say sistemində 11-ci sual nümunəmiz ən böyük rəqəm, yəni simvol hansı simvoldur? 8-likdə ən böyük 7-dir. Təbii ki, 11-ci sualımızda B variantı. 12-ci sualımızda deyir ki, əgər 54 onluqdadırsa, bunu 16-lığa keçin. 54-ü 16-ya bölərik. 3 dəfə 48, 6. Düzdürmü? 3, 6. Y variantı 12-də olmuş olacaq. 13-də 13 bir onluqdadır. 16-lığa keçin. Biz demişdik 13 D'dir. Burada da B variantı olmuş olur. 14-cü sual onluq say sistemində ifadə edin. 14-cü sual 12 bir yerdən 12 F'dir bu. F 16-lıqda. Onluqda ifadə edəndə 0, 1, 2. Bu da 1 vurulsun 16'nın kvadratı üstə gəl. 2 vurulsun 16 üstü 1. 15 vurulsun 16 üstü 0. 16'ın kvadratı 256 üstə gəl 32. 8, 8, 2 üstə gəl 15. Neçə eləyəcək? 3 bir yaxda. 9 o da bir 10. 303. Burada da 14'te olacaq B variantı 303. Daha sonra davam edirik 15-ci test nümunəsinə. Ekran təmizləyin, biraz ekran çəkir aşağıya. Yəni. Deməli, 15-ci test nümunəmiz 16-lıq say sistemində verilmiş bu ədədi onluq say sistemində ifadə edin. Qayda nədir? B-dir. Yox, D-dir. 16-lıqda. Nömrəli 0, 1, D 13-dir. 13 vur 16 üstə gəl 11. 13'ü 16'ya vuranda. Buradan vuracağım ben bir tarafta. 13, 16, 6. Bir dakika. Şu 8 sonra 11 gələndə 219. 219 da 15'te olacaq A variantı. Daha sonra onluq say sistemində ən böyük 3 rəqəmli ədədi. Onluqda ən böyük 3 rəqəmli ədədimiz neçədir? 999 onluqda. Bu ədədi bir şəkilli say sisteminə keçin. Baxırıq burada 999'u böləcəyik 8'ə bir dəfə
19'un içində 8 2 dəfə, 16, 36'ın içində 4 dəfə, 32 oldu 4. Demək sonu 4 nə? 4 oldu bu yazıda 4. Yenə 8'ə böləcəyik bir dəfə. 40'ın içində 5 dəfə, yenə 4 qalır. 8'ə bölürük bir dəfə, 8, 7. Doğru cavabımız olur 1, 7, 4, 4. 1, 7, 4, 4. Ama səhv yazdım. 1, 7, 4, 4, 7. Onluq say sistemindəki ən böyük rəqəmlər ədədi 8'lik say sisteminə çevirəndə. 1 saniyə ekranı təmizləyib 1 saniyə baxaq, ora görə nəyi səhv yazdım. Onluq say sistemində verilmiş ən böyük rəqəmlər 999'u 8'liyə çevirəndə 8, 19'un içində bir dəfə, 2 dəfə, değil mi? 2 dəfə 16, 39'un içində 4 dəfə, 32, 7'dir axırı 4'ün adamın bir 4 yazmışdım bildim. Yenə də 8'ə böləndə bir dəfə, 8, 4, 4. Burada 4, 8'ə bir dəfə, 8, bu da 7. Cavab olacaq 1, 7, 4, 7. 1, 7, 4, 7, 8'i də B variantı. 16'da B variantı. 17, 8'lik say sistemində ən böyük 4 rəqəmli ədədi, 8'i də ən böyük 4 rəqəmli ədədimiz neçədir? Bir saniyə ilə bu ekranın bu hissəsində yazaq. 17-ci sual. 8'də ən böyük 4 rəqəmli ədədi 7, 7, 7, 7. Biz bunu 8'lik say sistemində ən böyük ədədi gətirib 16'lıq say sistemindən çevirsək 16'lığa. O zaman alarıq 1, 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 1. Bu bizim 7'lerimizdir. Düzdürmü? Bunu mən 4, 4 ayırsam, 4, 4 ayırsam alacağım F, F, F. 3 tane F. Doğru cevabım olacaq C variantı. Niyə F? Adi bunu buradan da tapmaq olar əslində. Bir simvolun, bir dənə simvolun, bir dənəsi. 3 bitdi. Hər biri də 1, 1, 1. 12 dənə 1'i 4 yerə böləndə, indi 4, 4, 3 dənə 1, 1, 1 alınacaq. O zaman deməli FF kimi yazmaq olardı. 3 dənə FF variantı kimi. Daha sonra 18-ci sual 97 16'lıq ədədin ikili say sistemində ifadə edin. 97'ni 2'yə böləndə 4, 8, 17, 8 dəfə 16, 1. 8'i 2'yə böləndə 24, 0, 24'ü 2'yə 12, 0, 12 2'yə 6, 0, 6 2'yə 3, 0, 1 saniye 0, 3 2'ye 1 ve 1. Doğru cevabımız olacaq 1, 1, 0, 0, 0, 0, 1. Deməli 11, 2, 4 dənə 0. 11, sual idi o. 11 olur, yanında 4 dənə. 97 ədədin 16'lıq. 16'lıq say sistemində ifadə edin biri. 16'lıqda verilir bunu. Elə biləm 10'luqda aşağısında görünür. 97'ni 16'lıqda veribsə 9 nədir? 8'i alır 0, 0, 1. Düzdür. 7 nədir? 1, 1. Deməli, belə bir rəqəm olmalıdır. 110, axırda da 111. Elə A variantı. 18'də A variantı. Biraz insan diqqətsizliyi. Mən bunu onluq görürəm burada. 142 onluq ədədi, ümid edirəm bu onluqdur. 16'lıq say sistemindən keçəndə deməli 142'ni 16'ya böləcəyik. 7 saniyə ekrandakı təmizləyək, təmiz yerdə yazaq. 142'ni 16'ya. Deməli 8 dəfə 48, 12, 9 dəfə. 9 dəfə 54,
aşır. Deməli 8 dəfə elə. 8, 8 4 yadda, 2, 1. Çıxanda 4, 14. Deməli doğru cavabımız olacaq 8E. 8E doğru cavabımız C variantı olmuş olur. Daha sonra yuxarıda 32-ci test nümunəsi ilə davam edək. Bir saniyə 32 ilə davam edək. Qalanımız yoxdur. 155 8-i 16-lığa çevirək. Biz yenə burada yazırıq 1, 5, 5. Nədir? 8-i də keçirik x16-lığa. Yenə 2-liyə gətirib 2-lidən formalıyıq. 1-in qaydası 1 elə 0, 0, 1-dir. 5, 0, 1, 1, 0, 1, 5, 1, 0, 1. Bunu 4, 4 ayırırıq. 8, 4, 2, 1-i tətbiq eləsək. 2, 1. 12, 13. Deməli bu D-dir. Bu da 6-dır. Doğru cavabımız 6 D olmuş olur. O da olur D variantı. 32-də, 32-ci sualda D variantı. 33-cü sualda 86 onluq ədədin 16-lığa çevirmək. 86-nı 16-ya böldük 5 dəfə. 80 eləyəndə 6. Deməli 5, 6. Doğru cavab 5, 6 C variantı. 33-də 34. Onluq say sistemində hansı rəqəm simvollarından istifadə olunur? 0-dan, yəni 9-a qədər. 163 onluq ədədin ikilik say sistemində göstərin. 163 əslində belə yaza bilərik də. 163, 128 kimi. Baxın. 163, 0, 128, 5, 3, 30. Belə yazaq. 2 üstü 7, üstə gəl 2 üstü 5, üstə gəl 2 üstü 3 yox, bir dəqiqə. 32, 32-dən sonra da 32 çıxanda 3, adi 3. Deməli, axırı olacaq bu rəqəm 1, 1. Axırı 1, 1 niyə? Sual verə bilərsin, niyə? 3 nədir? 1, 1-dir, mən böləndə. Axırı 1, 1 olan doğru variantımız olacaq 35-də B variantı. Rəqəm ümumiyyətlə 8 rəqəm normaldır. 2, 4, 6, 8 doğrudur. Çünki 1 yanında 7, 0 üstə gəl 1 yanında 5, 0 da bunu da bölmürəm. Onluq say sistemində ifadə edin, edək bunu. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. 256 üstə gəl 8. Bu da 2, 10. 10 gələndə 266. 260. Burada bir də birimiz var. Bir də var. Üstə gəl 1, 267. 267. Doğru cavabımız olacaq 267. Bu 8'dir. Bir dənə 8'i bunların heç birini almır. Və 256 üstə 8, üstə 2, üstə 1. 267. 36-cı sualımızda olacaq Y variantı. Doğru variantımız. Devam edək 20-ci sual nümunəmizlə. Bizə saniyə. Sual nümunələrindən devam edirik. 20-ci test nümunəmiz 36 yazdı, 37 ilə devam edəcək ekranda. 20-ci test nümunəmizdə nədir? 16-lıq say sistemində verilmiş 1A, C-ni 16-lıqdan onluq say sistemində ifadə edin. 0, 1, 2 olacaq 16-ın kvadratı 256 üstə gəl yaxşı. A 10'dur, 16'ya vuranda 160 olacaq 6, 1, 416. C'də neçədir? C'də 12'dir. Olacaq 8, 2, 4. 428 B variantı doğru variant olmuş olacaq B variantı. Sən sual idi bu 20-ci sualda. Sual 20-də B. Növbəti yenə 16-lıqda verilib. Bu dəfə 2-liyə çevrilir. A nəyə bərabərdir? Baxın, A-nın yazışı belədir. A nədir? 8, 4, 2, 1 ilə. 1, 0, 1, 0. 1, 0, 1, 0-dan başlamalıdır. Bu deyil, bu deyil, bu deyil. 1, 0, bu da ola bilər, bu da ola bilər. İndi baxaq. Növbəti gəlir 6. 6 nə olmalıdır? 0, 1, 1, 0 ola bilər.
Bu, bu isə olmur. Deməli, doğru cavabımız elə olur 21-də Y variantı. 6 olur. 6'da çünkü baxın 0, 1, 1, 0 olmalıdır. Belə bir ardıcıllıq. Daha sonra 22-ci test nümunəmiz 1, 0, 1, 16'lıq say sistemində, onluq say sistemində ifadə edin. Deməli, edək də 0, 1, 2. 256 üstəgəl 0 olur. B neçədir? 11. Bu da 7, 6, 267. 267 Y variantı. 23-cü sualda Y. 23-cü sualda ikili say sistemi 16'lıq say sisteminə çevirin. 16'lığa çevirmək üçün bunu neyinirdik? 4-4 ayırırdıq. Çatışmayan olanda önüne 0 artıra bilirik. Onda doğru cevabımız olacaq 5. Tərəf 5'dir. Bu da 8. 5, 8 A variantı. 23-cü sualımız A. Onluq say sistemində ifadə edin. Edək. 0, 1, 2, 3, 4. Bu da 5. Bunu da səliqəli yazaq. Bir saniyə. Buradan nömrələyək. 0, 1, 2, 3, 4, 5. Deməli 32 üstəgəl 4'ü almır. 3'ü alır 8 üstəgəl 4. 32 üstünə 12 gələndə neçə eləyir? 44. 4 B variantı. 24'te de olacak 44. 25-ci sual nümunəmiz burada tam görünmür. Çəkəli aşağıya 37 ilə davam edir. İkilik say sistemində verilmiş ən böyük 7 rəqəmli ədədi 8'lik say sistemində ifadə edin. İkilikdə verilmiş ən böyük 7 rəqəmli ədəd nə deməkdir? 7 rəqəmli ədəd ikilikdə. 7 dənə 1, 1, 1, 1, 1, 1 deməkdir. 2, 4, 6, 7. 7 dənə 7 rəqəmli ədəddə də 2, 4, 6, 7. Bunu deyir ki, 8'lik say sistemində ifadə elə. Yine belə ayrıda bir bura, bu da bura, bu da bura. Olacaq nə? 1, 7, 7. 1, 7, 7 Y variantı olmuş olacaq. 37-ci sualda Y. 38'də ikilik say sistemində verilmiş ən böyük 8 rəqəmli ədədi, ən böyük 8 rəqəmli ədəd. Nə deməkdir? 1, 1, 1, 1, 1, 2, 4, 5, 1, 1, 2, 4, 6, 7, 8. 8 rəqəmli ədədi 16'lığa çevirəndə əslində 4-4 bölünür deyə şifahi də tapa bilərdik FF. Yazmadan da, amma yazıda daha yaxşı olar. 8 onluq rəqəmini, ikilik 8'lik 16'lıq say sistemində yazsın. 8 onluq rəqəmi, bax 8 bu düzdür, bu səhvdir, bu variantda getdi. 8 onluq rəqəmi 8'likdə. Demək 8 8'liyə yoxdur, bu da düzdür. 8 onluq rəqəmin 16'lıqda, 8 16'lıqda, 9'da da doğru variantımız olacaq. Elə C variantı. C 16'lıqda bəli 8'likdə C variantı. C variantı. Rum rəqəmləri hansı say sistemlərinə aiddir? Mövqeyi sizə təbii ki, bu da rahat suallardandır. 25'ten aşağıya doğru bir saniye. 25, 39'u da yazdık. 40'da düşməlidir ki, görək. 40 çox getdi, bir də saniyə. Deməli, 25-ci sual nümunəmizlə baxaq görək burada nə deyir? 25'də deyir ki, 51 8'likdə, 56 8'lik ayrı-ayrılıqda ikili say sistemində ifadə edin. 51 8'likdə ikiliyə keçirəmsə 1 0 1 0 0 1. Birinci hissəm budur. 101 0 1. Bu ola bilməz. Bu ola bilməz. Bu ola bilməz. 101 0 1. Hələ doğru variantımız bu olacaq. 2 6. Baxaq 2 6 doğru variantımız budur. 2 6. 2 ilə 6'yı yazanda da biz nə deyirik burada? 2 olur 1 0. 6 olur 1 1 0.
Ana adedində budur. Sonra ikilik say sistemində verilib 16-lıq say sistemində ifadə edin. 4-4 ayıracaq təbii ki. 4-4 ayrılıq. Sonra 2, 4-4 ayrılıq. Bu olur A. Ayırdıqca yazaq. 12. Bu olur C. AC. Sonra AC olan. Evet, baxarıq buradan. Bu olur 1. Bu da olur F. F 1 A C C variantı olmuş olur. 26'da da doğru variantımız C. 27 4 5 3 8'den 16'lığa. Əvvəlcə bunu 8'den 2'liyə gətiririk. 4 nədir? 100, 101, 3 də 0, 1, 1. Bunu 4 ayırsam, burada. Burada qalır 1, burada 2, 8'i alır, 4'ü alır, 2 alır, 1 alır. Burada da 1. 1, 2, 1. 1, 2, 1. Doğru cevap olur. 27'de de C variantı. 28'de 16'lıqda da 8'i say sistemində ifadə edin. 3, 2, C. 16'lıqda. 16'lıq. Deməli, bunu tək-tək çevirməliyəm. 3 nədir? 1, 1. Əvvəlində 0 var təbii ki. 2 nədir? 0, 0, 1, 0. C neçədir? 12. 12 də nədir? 1, 1, 0, 0. İndi bunu 8'e çevirəndə bu olur 4. Axırı 4'dür. 4, 5, 4, 1. 1, 4, 5, 4. Doğru cevabımız olur belə. 1, 4, 5, 4, Y variantı olmuş olur. 28'de de doğru cevabımız Y. 29, biraz səliqəyə sala ekranı. 29-cu test nümunəsi 8-dən 2-liyə istəyir bizdə. 1, 1, 6. Birin əvəzinə 1 yaza bilərik. Birin əvəzinə 8-i də 0. 8-də 0, 1. Bu da 1, 1, 0. Bir cavab eləməlidir. Cavab olmalıdır 100. 3 dənə 0. 3 dənə 1, bir də 0. Bak bu değil. 100 bu değil. Bu değil. 100 bu da değil. Doğru variantımız A. 29'da doğru variantımız olmuş oldu. A variantı. Roma say sistemi demiştik ki mövqeysizdir. Hesablayın 7 8'i də elə 7 onluqda da elə 7'nin özünə bərabərdir. Devam etdiririk. Bunu ikilikdə. İkilikdə olacaqsa FF hamısı 1 1 1 1 1 olan. Yani burada doğru variant C variantı da 42'də artıq avtomatik. Bəzi variantlar avtomatik çıxır. Çünki hamısı 1 1 olan budur. 8'e də çevirəndə eyni variantdır. C ilə tapmaq olar. Çünki F 4 dənə 1 1 1 1 1 1 1. Burada 0 varsa necə olsun? 37 ikiliyə çevriləndə yazacaq 32 üstə gəl 5 kimi. 32 nədir? 1 yanında 5 dənə 0. 4 və 5. Üstünə 5'i gələndə 5'də 101'dir. Oca 1, 0, 1, 0, 0, 1. 100, 101. 100, 101 o da olur. 43'te A variantı. 44. AC 16'lıqda nəyə bərabər? 10'luqdan 16'lığa 0, 1. Bu olacaq 160 üstə gəl 12. Bu da 172 olmuş olacaq. 172 de olur. 44'te C variantı. Devam edək növbəti test nümunələri ilə. 44. İndi buradan gözümüzdən qaçan olmasın. Bir də saniyə. Deməli. Bunu yazmışdıq. 168'i de yazmışdıq. Səhvlənməmsə 29-cu sualda yazdık. Bayağı A. 30 ilə davam ediyor buradan. Burada da verib ki, deyir ikilikdədir. Bunu çevirin. İkilikdədir. 3 3 ayıracağım. 3 3. Bu olacaq 1. 3 3 ayıranda bu olacaq 5. 3 3 ayıranda olacaq 6. Bu da 1. Deməli 1, 6, 5, 1. 1, 6, 5, 1 A variantı. İkilikdə də 8'e çeviririk. 3 3 ayrılır. Bu olur 3. Bu da olur 1. 1, 3, 8'de olmuş olur. Bu 3, bu 1, bu məsələn deyirəm 5, bunu bilirsiniz yəqin ki. 8'də isə 4, 2, 1'i tətbiq edirsiniz. 16'lıqda ise 8, 4, 2, 1 qaydasını. Avtomatik keçiddən keçirsiniz.
43'ü yazdıq. Məncə yazdıq. Yox, yazmamışıq deyəsən. Yazmamışıq. 30, hə yazmışıq. 37 burada A variantı idi. AC burada yazdıq. AC yox. 16-da onluq sayı sisteminə keçəndə 172 C variantı idi. 45-də hərflərə uyğun olaraq belə bir kiçilik kodlar var. O zaman bir BACD-nin BACD simvolları bu qayda ilə düzülsə 16-lıq sayı sisteminə keçsin. D-nin kodu nədir? 0, 1. A-nın kodu nədir? 0, 0. C-nin kodu nədir? 10. D-nin kodu 11. 16-lığa keçirsə 4, 4 ayırıram. Bu olur 4. Bunu da 8, 4, 2, 1 tətbiq eləsək B. 4B. 4B Y variantı olmuş olacaq. 7, 16-lıqda 8-də nəyə bərabərdir? 46-cı sual nümunəmizdə elə 7-nin özünə bərabər olmuş olacaq. Davam edirik növbəti test nümunələri ilə. Bir saniyə. Ekran çəkdim aşağıda. Deməli, bizə nə deyir? X-ın dördlük say sistemi, X-ı dördlük say sistemində yaz. X-ı dördlük say sistemində yaz. X dördlükdədirsə, X-ı tapacaq, X-ı dördlüyə keçirdəcək. Nədir? Deməli, açaq bunu. 2x kvadrat üstə gəl 2x üstə gəl 9 üstə gəl 1 vurulsun 8 üstə 1 11 hə? Bərabərdir. Böyük bir rəqəm olmasa 0, 1, 2, 3. Əslində bura qədər istəyirəm stoplayıb bura qədər paylaşaq. 46-ya qədər, 46-dan da 70-ə qədər bir paylaşaq. Çünki buradan aşağı artıq həm böyük rəqəmlərdir. Bu hissədə artıq vaxtımız da getməsin. Həm 70-ci verən testi tam yarıdayıq onsuz da. Deməli, bunu 2 hissədən ibarət edək bu videonu. Ya da bir dənə bu videoya baxaq. Buradan deməli, burada saniyə görün neçə testimiz qalır. Bir saniyə. 74 dənə testi. 46, 74. Onda davam edək. Deməli, burada bizə nə deyir? Bu ekranı bu tərəfdən saxlayacağım. Burada rahat olsun. Burada üzərində yazaq. Bir dördlük say sistemində x-i yaz. Əvvəlcə biz burada 2x kvadrat üstə gəl 2x üstə gəl 9 üstə gəl 11 bərabərdir. Bunun nömrələsi 0, 1, 2, 3. Deməli, 5-in kubu 125 üstə gəl 100 ilədə 225 15 240 240. Bu da 240 etmiş oldu. Kvadrat tənlik halına gətirsə 2x kvadrat üstə gəl 2x 20 bu tərəfə keçəndə minus 220 bərabərdir 0-a. Hər tərəfi 2-yə bölsə yalnızca x kvadrat üstə gəl x minus 110 bərabərdir 0-a. Buradan bir teoremi ilə yaza bilərik bunu. Bir saniyə.
Aha, burada biz bunu əslində bunu hər iki tərəfini bölüb deməli V teoreminə görə gətirdik ki, burada x kvadratla b deyək. Misal 1 olsun, bu rahat olsun, diskriminantla uzaq yol gedib kök tapmayaq. Burada 110 olmalı bizə nə verir? Hı -hı. Köklərdən biri mənfi 11'dir. Biri 10'dur. Daha bir dənə. Bizə demir x nəyə bərabərdir? Ha, x demir nəyə bərabər. Bizə deyir ki, x-in özü mənfi kökü olmaz. Bizdə şey say sistemi. Onu dördlük say sisteminə keçəcək. 2 dəfə 8, 2. Belə burada 47-ci sual nümunəmizdə bizdə olacaq B variantı. Ha, burada çünki baxdım. Evet. Deməli, mənfi kökümüz olmuş, say sisteminə görə olmur. Onu götürdük. 10 da bizim onluqdadır. Və bizə deyir ki, 14-lüyə keçirin. Dördlük say sistemində yazın. Bir onluqda 124 olarsa, 16'lıq say sistemində nəyə bərabərdir? 124'ü 16'ya böləcəyik. Deməli, 6 dəfə 96 olursa, 7 dəfə 7 dəfə 2, 4 yadda 1, 1, 2, 1. C, 7C. 7C edir, 6C edir, 7C. D variantı. Daha sonra 57 ədədi 8-likdədir. Buradan yazaq elə. 57 8-likdə bunu 16'lığa çeviririk. 8-dən 2-liyə 1, 0, 1, 7-likdə 1, 1. 16'lığa çevirəndə bu olur F, bu olur 2. 2F. Y variantı doğru cavab olur. Ədədlərin fərqi. Baxaq. 1, 1, 0, 1. Çıxılsın. 1, 1, 1. Birdən 1 çıxırıq. Birdən 1, 0. Əslində, burada, bu indi başa salacağım. Deməli, birdən 1 çıxıb 0. Sıfırdan 1 çıxma olmur. Gedirsən yoldaşa. Yoldaşdan birini alırsan, verirsən buna. Burada olur 1 olanda 10. Bundan 1, 1. Burada da 1 qalmışdı. 1. Deməli, doğru cavab 1, 0, 1, 1, 0. Şimdi gəlin bunun toplamasına baxaq. 1, 1, 0 üstə gəl. 1, 1, 1. 1 üstünə 0, 1. 0 yazacağım bir yaxda. 3 deyə 1-in cəmi 11. Bölüş həqiqətən də özünü verir. Burada doğru cavabımız variant olaraq A variantı. F16'lığı 8 ilə ifadə edin. 16'lıq. 16'lıq. F16'lığı 8'i say sistemində ifadə edin. F16'lıq nədir? 15 deyil. 15'i də 8'liyə çevirəndə əslində 15 8'liyə görə niyə çevirəmiş? Bir saniyə. F nədir? 1, 1, 1, 1. Bunu çevirsək nə olur? 1, 7. Doğru variantımız 1, 7. A variantı olacaq 68-ci sualda. 35 16'lıq say sistemindədir. 35 16'lıqdadır. 8'i də yaz deyir. 1, 1, 5 də olacaq 0, 1, 0, 1. Bunu yazanda 8'i də 1 yazır. 16'lıqdır. Aha. 3'e yazacaq 1, 1, 5 də olacaq 0, 1, 0, 1. Bunu 8'i də 1 yaz. Olacaq 6, 5. Bu olur 6, bu olur 5. 6, 5 A variantı olmuş olacaq. Bu silsilədən də burada testlər bitdi. Bir də saniyə ekranı təmizləyək. 9, 69. Bir də saniyə aşağıya çəkib. Deməli, davam edirik biz bu test nümunələrinə. 50-ci test nümunəmizdə nə deyir? Deyir ki, 191 onluq ədədini 8'lik say sisteminə, 35 onluq ədədini isə 2'lik say sisteminə çevirək. Əvvəlcə 35'i çevirsək. Burada alarıq ki, 32 üstə gəl 3 kimi. 32 üstə 3 gələndə bir yanında 5 dənə sıfırdır. 5 də 0. 5 sıfırın ikisi 1'ə çevrilir, belə deyək. Yəni 1, 1, 3'dür.
Axırda olan rəqəm budur. Bu düzdür, bu səhvdir. Bu varianta baxmayacaq, bu varianta baxmayacaq, bu varianta da baxmayacaq. Bizdə ya budur, ya bu. İndi 191 ədədini də 8-yə çevirək. 8-yə 2 dəfə 16, 3, 31-in 3 dəfə 24, 7. Axırı 7 ilə qutarır. Deməli, C variantıdır, amma yenə də baxaq. 23-cün 8, 2 dəfə 16, 7. 277 bizdə bu deməli C variantı. Daha sonra 51-ci sual nümunəmiz 8-də verilib 4, 3, 4 daha doğrusu 5, 3, 8-lidədir. Bir 16-lığa ifadə edim. 4, 1, 0, 0, 5, 1, 0, 1, 3, 0, 1, 1. Şimdi bunu 16'lığa çevirsem, 4, 4 ayırsam, 1, 2, bu da olur 8, 4, 2, 1 qaydasına 10, 11, 11 de olur B. 1, 2, B. 1, 2, B. Bu da olur C variantı 51-ci sual nümunəmizdə. 52, 16'lıda da 8'ye çeviririk. 3, 2, C. 16'lığına. 1, 1, 0, 0, 1, 0. C neçədir? 12. 1, 1, 0, 0. Bunu 8'ye çevirəndə olur 4, 5, 4, 1. 1, 4, 5, 4. 1, 4, 5, 4, B variantı olmuş olur 52-ci testimizdə cavab. 53-cü test nümunəmizdə deyir ki, 1, 1, 6. 8'den 2'liyə çevirin. 1, 1 kimi yazsın. 0, 8'də də 0, 1, 6-da 110. Deməli, 100, 111, 0. 100, 100, 111, 0. Doğru variantımız C variantı 100, 111, 0. Bu 1'dir. Bu 1'dir. Bu da 6'dır. Bu formada 4, 2, 1 həmişə tətbiq edin. Daha rahat yolu tapmaq üçün. İkili say sistemində də 8-ci say sistemini əvəz edin. 1, 5, deməli, belə bir dəqiqə. 6, 1. 1, 6, 5, 1. 1, 6, 5, 1. 54'te dolmuş olur. C variantı. 55 buradan görünmür. 71 ilə devam edir. Onluq say sistemi, ikili say sistemi yazın. Durub bu boyda rəqəm 5 son 4'ü biz təbii ki bölə bilmərik. Yazarıq 5 son 2 üstə gəl 2 kimi. 5 son 2 nədir? 1 yanında 9 dənə 0. 2 nədir? 1, 0. Bizdən də soruşur ki, 9 sıfırın 1'i gedir, qalır 8 deyə 0. Bizdən sıfırların sayını soruşur. Təbii ki, Y variantı 70-ci sualda da olacaq Y variantı. Çünki 9-cu, elə 8-ci sıfıra düşür bu 1. 8-ci say sistemində ən böyük rəqəmli ədəd hansıdır? Ən böyük rəqəmli ədəd D variantı 71-də. 72-ci sualımızda x-lı sayı ödəyən ən böyük simvolu müəyyən edin. Verilmiş cəmin ödədiyi say sisteminin ən böyük simvolunu. Ən böyük simvolunu. Həmişə bu sualları x-la da yaza bilərik əslində nömrəli. Məsələn, 2 üstə gəl 2 kimi elə də yaza bilərik. Amma bunlar alt-alta yazanda avtomatik çıxacaq. 32 üstə gəl 65. Hamısı da x-lıqdadır. Bərabərdir niyə? 7, 1, 1. 5 üstünə 2 gəlib 7 olur. 9, 9-dan deməli nə çıxıb ki? 1 yazıb. 9-dan 8. Deməli, bunun əsası 8 imiş. 8-ci say sistemində. Burada dedik ki, ödəyən ən böyük simvolu. Yəni 8-in ən böyük simvolu A variantı 7. Burada A variantı olacaq. 296 onluq ədədi ikilikdə təsvirləşir. 296 nə cür yaza bilərik? 256, bir dəqiqə 296. 256 üstə gəl 32 üstə gəl 8 kimi. Bizə deyir ki, sıfırların sayı. Bu nədir? 2 üstü 8, üstə gəl 2 üstü 5, üstə gəl 2 üstü 3. Bu bir yanında 8 de 0 değil mi? 0. Bu sıfırlardan bir buradan gedəcək. Bir de burada. Qalacaq 6 de 0. Sıfırların sayısı Y variantı 6. 73'te olacaq Y variantı. 74-cü sual nümunəmizə baxaq.
Deyir bunu ikilik say sistemi ilə əvəz edin. Bircə saniyə bu tərəfdən izləsə kifayətdir. Mhm. Rəqəmi yazıram bura. 3, 7, 7, 5. Deməli, ikilik say sistemində 5 dedik ki, 0, 1, 7, 1, 1, 1. Nə qədər yazdık bunu? Bir də. 1, 1. 7 yenə 1, 1, 1. 3 də 1, 1. Əvvəlində 0 ola bilər. Baxın, əvvəlində 0. Qeyd edə, axırı 101 olandır. Axırı 101 olan bu deyil, bu deyil, bu da deyil. Bu da oxşayır. İndi baxaq 101. Əvvəlindəki 0 ata bilərik. O zaman 101-dən sonra 2, 4, 6, 8 dənə bir. 101-dən sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. Hələ 74-də olacaq A variantı. Bu 0-ı atıb, buradakı birlər uyğundur. Burada çünki 0 var, onsuz da olmazdı. Burada çıxacaq da avtomatik. A variantı 74-də olmuş olacaq. Bir də saniyə ekranı təmizləyib 55-dən üz aşağıya da baxaq. Saniyə 55. 10 onluq ədədini ikilik say sistemində ifadə edin. 10 onluqda da. 10 onluqdadır. Təbii ki, bunu yazmalı. Onu belə gedəcək 2-yə. Əslində bunu belə yaza bilərik. 8 plus 2 kimi. Bu da eləyəcək 3 dənə. Bunun da üstünə gələrəm 10-u. 1, 0, 1, 0. Bu da olacaq Y variantı. 55-də doğru cavabımız olacaq 55-də Y variantı. 56-da ən böyük ədədi müəyyən edin. Bunları mütləq ki, bir-bir gərək çevirmə aparaq. Bir saniyə ekran təmizləyib bir tərəfdən yazaq. Biraz daha ölçünü böyüdək ki, daha rahat işləyə bilək. Bir saniyə. Bunları indi bir-bir çevirmək var. Kontür arxasında. 56. Ən böyüyü müəyyən edin. Baxaq, görək. 56. Baxdıq 56-ya. Birinci rəqəmimiz budur. 1, 1, 0, 1, 0, 1. Düz yazdım mı? Bəli, ikilikdə. İkinci, bu ikilikdədir. İkinci 1, 2, 1, 8 idi. Üçüncü 1, 1, 1 onluqda. 2, 8, 16-lıqda. Gəlin hamısını onluğa gətirək. 2, 3, 4, 5. Olacaq 32. Üstə gəl 16. Üstə gəl 4. Üstə gəl 1. 20, 21. 21. Olacaq 53. Bu oldu 53. Bu yazaqda bunun qiyməti oldu 53. 121 8 idi. 0, 1, 2. 64. Üstə 16. Üstə 1. Bu da eləyir 64'ün üstə 16. 80, 81. Bu yenə 111. 28 buna baxar 0, 1. 32, 40. Bu da olacaq 0, 1. 5'i 16'ya vuranda 80. 80 üstüne 15 gələndə 95. Bizə nədir? Ən böyük müəyyən edin. Belə ən böyük onluqda olandır C variantı 56'da. 56 elə C'dir. 98 onluqdadır. 16'lıq say sistemində ifadə edin. 98'i 16'ya böləcəyik. 6 dəfə. 96, 2. Deməli 6, 2 doğru cavabımız olacaq. A variantı 57-də. 58-ci sualımız 4C onluğa keçirdirik. 0, 1. Onda nə olacaq? 4 vur 16. Üstə gəl 12. 64'ün üstünə 12 gələndə 8, 78. Doğru 78 nədir? 76. 76. B variantı olmuş olacaq 58'də, 59'da 3D onluqda deməli 0, 1 olacaq 3 vurulsun 16 üstə gəl 13. 48 üstünə 13 gələndə 1, 61 doğru variant 59'da A variantı.
60'da 1B onluğa çeviririk. Onda nə olur? 1 vur 16, üstə gəl 11, 16 üstə 11 gələndə 7, 27 onluqda, 27 onluqda A variantı, 60'da da olmuş olur A variantı. Bircə saniyə baxaq görə burada qalan suallarımız oldusa, onların da izahına baxaq. 60, bəli var, 61, 61-ci sual nümunəmizə baxırıq. 2F 16-lıqdan 10-luğa, 2F 16-lıqdadır, 10-luğa 0, 1, 2 vurulsun 16 üstə 15, 32 üstünə 15 gələcək, olacaq 47. Doğru cavab variantımız olacaq 47 A variantı. İkilik say sistemində verilən ədədi 16-lıq say sistemində ifadə edək. İkilikdədirsə bu F-dir təbii ki, F. 16-lıq say sistemində ifadə edək. 8, 4, 2, 1, 10, 11, B variantı. İkilik say sistemində ifadə edin. 1, B, 5. 1 nədir? 1'dir. B nədir? 8'i alacaq. 0, 1, 1. 5'dəki 0, 1, 0, 1'dir. Axırı 101 olanlar, baxırıq hamısı axırı 101'dir. Bundan başqa bu formada ayırırıq. Ondan sonra 101'dən sonra hələ burada A variantı olmuş olur. 64'də A variantı olacaq. Ayıran kimi avtomatik çıxır. Baxın 101 oldu. Bir daha sonra buradan bu tərəfə ayırsa B. Bu da 1'in kodudur. 8'i say sistemində yazaq. Y, C-ni. Y, C 16-lıqdan əvvəl kişiliyə gətirməliyik. Y nədir? 14'dür. 14'ü almaq üçün 8'i almalıdır. 4'ü almalıdır. 1'i almalıdır. 0. C-ni 12'ni almaq üçün 1, 1, 0, 0. 8'e gətirmək üçün 3 ayıracaq. 4, 2, 1 tətbiq edəcək. Olacaq bu 3, 5, 4. 3, 5, 4. A variantı 65'də. 65'də A. 66'ya da baxaq. Bir saniyə ekranı təmizləyim. Yəni buradan 66 sonuncu test nümunəmizdir. 66'da da deyir ki, bu onluqda, deməli, onluqda da 2'də 1, 1, 1, 0. 16'lıq say sistemində nəyə bərabərdir? 8, 4, 2, 1 qaydasından bu nəyə bərabərdir? 12, 14'də bu da olur Y. Y'nin özünə, o da olur B variantı. Diqqət elədinizsə, bir saniyə. Diqqət etdinizsə, bayaqları ekranı yuxarı çəkəndə mən yuxarıda 70, axırıncıda da belə 70 suallara qədər 74'ə qədər hər birini burada işlədik. Bəli, son sualımız 74 idi. Növbəti video izahda 2.4'də görüşənədək özünüzə yaxşı baxın. Videonu bəyənməyi, şərh yazmağı, paylaşmağı, dostlarla paylaşın ki, daha çox insanlara faydamız olsun. Nələr anlaşıqlı olmasa, mütləq şərhlərə qeyd edin. Bir də bu bölmələri rahat işləmək üçün keçid qaydalarını tam mənimsəmiş olun. Diqqətinizə görə minnətdaram. Növbəti video izahda görüşənədək.